2 ədədin əkobu 54, əbobu isə 9-dur. Bu ədədlərdən biri 27 olarsa, digərini tapın. Bildiyimiz kimi 2 ədədin əkobu ilə əbobunun hasili bu ədədlərin hasilinə bərabərdir. Biz bunu düstur şəklində yazaq. Əkob AB vurulsun əbob AB. 2 ədədin əkobu ilə əbobunun hasili bu ədədlərin hasilinə bərabərdir. A vurulsun B. Yerinə yazaq. Əkob AB bizdə 54-dür. Vurulsun əbob AB 9. Bərabər ədədlərin biri 27. Vurulsun digər ədəd B. Hər tərəfi 27-yə ixtisar apara bilərik. 2. Buradan alınır B bərabərdir 18. Doğru cavab E bəndi. N cüt ədəd olarsa, aşağıdakılardan hansı tək ədəddir? N cüt ədəddirsə, biz N-i 2K şəklində yazmalıyıq. Yəni 2-yə bölünür cütdür. Tək olsa 2K plus 1 yazarıq və ya N-in yerinə 2 qoyub, yəni hər hansı bir cüt ədəd yazıb hesablamaq olar. Bir-bir bəndlərə baxaq. A bəndində 5 vurulsun N, yəni 5 vurulsun 2K. Bu bərabərdir 10K-ya. Deməli, 10 vur K hasildə 10 olduğuna görə 10 cüt vuruqdur. Bu hasil cüt olacaq. Yəni, N-in yerinə 2 yazıb, hasilin 10 olduğunu tapa bilərik. O da cütdür. B bəndində baxaq. N-in kvadratı, yəni 2K-nın kvadratı bizdə olur 4K kvadratı. Yenə hasildə 4 vuruğu var. Bu hasil cütdür. 4-ü cütü istənilən tək və cüt ədədə vurduqda hasil cüt alınır. C bəndinə baxaq. 3 vurulsun 2K üstə gəlinsin 4. Yəni 6K üstə gəl 4. Burada da 6K var. 6 cütdür və 4 cütdür. 2 cütün cəmi yenə cüt alınır. Və ya N-ə 2, K-ya 1 yazıb cavabı 10 ala bilərdik. Cüt olacaqdır. D bəndinə baxaq. 7 vurulsun 2K üstə gəl 3. Yəni 14K üstə gəlsin 3. Burada 14K cütdür. 3 isə təkdir. Cüt və təkin cəmi təkdir. Doğru cavab D bəndi. E bəndində yoxlayaq. N üstə gəl 6. Yəni 2K üstə gəlsin 6. Burada 2K 2 var cütdür. 6 cütdür. 2 cütün cəmi yenə cüt olur. Deməli, bizdə tək olan D bəndidir. Doğru cavab D bəndi. Məktəbin 11-ci sinif şagirdlərindən hər biri ən azı bir xarici dili, ingilis və ya alman öyrənir. Onlardan 45 nəfəri ingilis dilini, 43 nəfəri alman dilini və 25 nəfər hər iki dili öyrənirsə, 11 sinifdə neçə şagird oxuyur? Bunu EDV-in diaqramda yazmaq daha rahat olar həll üçün. Bu çoxluq olsun İ hərfinə yazdığımız ingilis dili öyrənənlər, digər çoxluq isə alman dili öyrənənlər şagirdlərdir. Bunlar kəsişməlidir ki, hər ikisini öyrənənlər var. İngilis dilində 45 nəfər olmalıdır. Yuxarıda mötərizə daxilinə 45 yazıram. Alman dilində isə 43 nəfərdir. Hər iki dili öyrənən 25 nəfəri diaqramlara kəsməyə yazsaq 25. Onda yalnız ingilisi öyrənənlər 45 çıxılsın 25 bərabərdir 20 nəfəri qalır. Eyni qayda ilə sağ tərəfdə yalnız alman dilini öyrənənlər yazsaq 43 çıxılsın 25 bərabərdir 18 nəfər qalır. Bu dilləri öyrənməyən 11 sinif olmadığına görə hər üçünün cəmini tapsaq, məktəbdəki 11 sinif şagirdlərin sayını tapmış oluruq. Alınır 20 üstə gəl 15 üstə gəl 18. O da bərabərdir 45 üstə gəl 18 63 nəfər D bəndi. Bunu digər düsturla yazmaq olardı. 45 üstə gəlsin 43 iki sonlu çoxluğun birləşməsi elementləri sayı kimi. 45 üstə gəlsin 43 çıxılsın 25 bərabərdir yenə 63 nəfər alınır. Doğru cavab D bəndi. Aşağıdakı ədədlərdən hansı 6-ya tən bölünür? 6 bərabərdir 2 vur 3. 2 qarşılığı sadə ədədin hasil şəklində göstəririk. Deməli 6 bərabərdir 2 vur 3 olduğuna görə 6-ya bölünən ədədlər eyni zamanda 2-yə və 3-ə bölünən ədədlərdir. 2-yə bölünmə ədəd əlaməti cüt ədədlərdir. Cüt ədədlər 2-yə bölünür. 3-ə bölünmədə isə biz ədədin rəqəmləri cəminə baxmalıyıq. Rəqəmləri cəmi. Cüt ədədlər sonuncu rəqəmlə müəyyən olunur. Bəndlərdəki cüt olmayan ədədləri silirik. Məsələn, B bəndi 5 ilə qutarır. 6-ya bölünə bilməz, çünki 2-yə bölünmür. C bəndi 7 ilə qutarır. Yenə 6-ya bölünmür. 2-yə bölünmür, yəni 6-ya bölünmür. Bunu da silə bilərik. Digər bəndlərdəkilərdə isə hər üçü 2-yə bölünür. Qalır bu bənddəki ədədlərin 3-ə bölünməsi. Rəqəmlər cəminə baxaq. 2 üstə gəl 0
üstə gəl 4, üstə gəl 8 bərabərdir 14. 3-ə bölünmür. Deməli, A bəndi 2048 3-ə bölünmür. D bəndinə baxaq. 2088, 2 üstə gəl 0, üstə gəl 8, üstə gəl 8 bərabərdir 18, 3-ə bölünür. Deməli, həm də 2-yə bölündüyünə görə 6-ya bölünür. D bəndi doğru cavab. E bəndini yoxlayaq. 5006, 5, üstə gəl 0, 0 və 6 bərabərdir 11. 3-ə bölünmədiyinə görə ədəd 6-ya bölünmür. D bəndəki ədəd həm cütdür, 8 ilə bitir, həm də rəqəmlərin cəmi 18 3-ə bölündüyünə görə bu ədəd 6-ya tam bölünür. Doğru cavab D bəndi. Venn diaqramına əsasən A çıxılsın B, çıxılsın C çoxluğu aşağıdakılardan hansıdır? Biz sadə verilən diaqramda A çoxluğundan B çoxluğunu çıxaq. B çoxluğunu təzədən qırmızı xətlə göstərək və biz bu çoxluğu çıxmalıyıq. Deməli, bu çoxluğu xəttləyə bilərik. Yəni, sanki bunu silirik. B çoxluğunu çıxdıq. Geri qalan çoxluqdan da C çoxluğunu çıxmalıyıq. Onu da başqa bir rəqəmlə göstərək. Bu C çoxluğudur və biz bunu çıxmalıyıq. Bunu da xəttləsək, yəni silsək, geriyə qalır sadəcə 1. Deməli, verilən çoxluq ancaq bir elementdən ibarətdir. O da A bəndində göstərilib. Doğru cavab A bəndi. Aşağıdakı ədədlərdən neçəsi sadə ədəddir? Bildiyimiz kimi sadə ədədlər yalnız 1-ə və özünə bölünür. Biz bütün ədədləri tək-tək yoxlamalıyıq bölünmə əlamətlərinin köməyi ilə. 51-ə baxaq. 51 rəqəmləri cəmi 3-ə bölündüyü üçün 3-ə bölünür. 3 vur 17 şəklində yazmaq olar. Mürəkkəb ədəddir. 71 sadə ədəddir. 2-yə, 3-ə, 5-ə, 7-yə bölünmür. 81 rəqəmləri cəmi 3-dür və ya 9-un kvadratı olduğunu bilirik. 3 vur 27 kimi yaza bilərik. Hətta 3-4 kimi yazmaq olar. Mürəkkəb ədəddir. 97 sadə ədəddir. 2, 3, 5, 7 və digər ədədlərə bölünmür. 103 də sadə ədəddir. 2, 3. Deməli, sadə ədədlər yazaq. 2, 3, 5, 7, 11 və digər. Bunların heç birinə bölünmür. Kvadratı 103-ü keçənə qədər yoxlamalıyıq. Məsələn, burada 2, 4-ünü yoxlasaq kifayət eləyirdi. 111 ədəd rəqəmlərin cəmi 3-ə bölünür. 3 vur 37 şəklində yazıla bilir. Deməli, sadə ədəd deyil. Onu silirik. 205 də sonuncu rəqəmi 5-dən bitdiyinə görə 5 vurulsun 41 şəklində yazıla bilər. Yəni 5-ə bölünür. Sadə ədəd deyil, mürəkkəb ədəddir. Burada qaldı 71, 97 və 103 ədədləri sadə ədədlərdir. Neçəsi? 3-ü. Doğru cavab C bəndi. 96 ədədinin sadə vurğularının sayını tapın. 96 ədədinin sadə vurğuları ayıraq. 96 biz 2-dən başlayırıq. Ən kiçik sadə ədəddən 2-yə bölünür. Alınır 48. Bir də 2-yə bölək 24 alınır. Yine 2'ye bölünür cütdür. 12 alınır. 12'de 2'ye bölünür 6. 6 2'ye bölünür 3. 3 de 3'e bölünür 1. Sadə vuruqların sayını soruşur. Müxtəlif sadə vuruq yox, sadə bölən yox. Sadə vuruqların sayı. 1, 2, 3, 4, 5, 6 dənə sadə vuruğu var. Doğru cavab E bəndi. Futbol və ya voleybol oynayan 25 nəfərlik idmançı qrupunda 11 nəfər futbol oynayır. Bunun üçün Venn diaqramlarını çəkirik. Sol tərəfdəki futbol oynayanlar olsun. Sağ tərəfdəkilər də voleybol oynayanlar. 11 nəfər futbol oynayır. Ona görə futbolun qarşısına mötərizə 11 yazıram. Voleybol oynayanlar isə bu hər ikisini oynayanların 3 mislidir. Biz hər ikisini oynayanlar orta hissəyə x yazırıq. Voleybolda isə 3x olmalıdır. Onda voleybolun sağ tərəfində yalnız voleybol oynayan 2x olmalıdır ki, cəmi 3x olsun. Futbolda isə hamısı 11'dir. Biz yalnız futbol oynayanlara 11x yaza bilərik. 11x. Yalnız futbol oynayanlar x. Hər ikisini oynayan və 2x yalnız voleybol oynayan idmançılar. Bunların cəmi 25'ə bərabərdir. Yazaq. 11 çıxılsın x, üstə gəl x, üstə gəl 2x. Biz bunu birbaşa 11'də yaza bilərik diaqrama baxaraq. Bərabər olmalıdır 25'ə. Buradan alınır ki 2x bərabərdir 25 çıx 11, yəni 14. 2x bərabərdir 14, x bərabərdir 7. Həm futbol, həm də voleybol oynayanların sayını soruşur. O da bizim misalda x-ə bərabərdir. Yəni o cavab olur 7. Doğru cavab D bəndi. 4 rəqəmli ədədin təklik mərtəbəsindəki rəqəm 5 vahid artırsaq, onluq mərtəbəsindəki rəqəm 7 vahid artırsaq, yüzlük mərtəbəsindəki rəqəm 9 vahid artırsaq, minlik mərtəbəsindəki rəqəmi isə 1 vahid artırsaq, bu ədəd necə dəyişər? Bu ədədi A, B, C, D şəklində yazaq.
4 rəqəmli ədəddir. Təklik mərtəbəsini 5 varid artıranda bu ədədin üzərinə 5 gəlmiş oluruq. Çünki təklikdir. Onluq mərtəbəsini 7 varid artıranda bu artıq 70 gəlmək deməkdir. Üzərinə gəlirik 70. Yüzlük mərtəbəsini 9 varid artırsa, demək 900 varid artırmış oluruq. Və minlik mərtəbəsini 1 varid azaltsaq, buradan 1000 çıxmalıyıq. İfadəni sadələşdirsək, bərabərdir. ABCD ədədi 1000 ilə 900-dən qalır -100, -30, -25 çıxılsın 25. Verilmiş ədəd 25 varid azalmış olur. Əvvəl ABCD idi, indi ABCD çıxılsın 25 oldu. 25 varid azalar, doğru cavab B bəndi. M, N və P çoxluqları verilib. M kəsişmə, N birləşmə P çoxluğunu tapın. Biz birinci mötərizə daxilindəkini tapaq. N birləşmə P çoxluğunda biz bütün elementləri yazmalıyıq. N-də və P-də olan, amma bir element 2 dəfə yazıla bilməz. Yəni A bir dəfə yazılmalıdır. Burada B, P-də olsa da ehtiyac yoxdur. Növbəti yazırıq C-ni, o da P-də var, yazmıram. D, Y, F və əlavə qalır bir dənə B element. Bu bunların birləşməsidir. Və M çoxluğu ilə bunu kəsişdirməliyik. M çoxluğunu da buradan yazaq və ortaq elementləri seçək. Deməli, A elementi var hər ikisində. A olmalıdır. B, A-nı altına xətt çəkək. B olmalıdır. Hər ikisində B var. B-ni yazırıq. C, hər ikisində var. D, hər ikisində var. D elementi. Y, F və K isə hər ikisində yoxdur. Ona görə birləşmə olur. A, B, C, D çoxluğu. Doğru cavab B bəndi. N, A birləşmə B bərabərdir NA üstəgəl NB. Olarsa aşağıdakılardan hansı doğrudur? Burada iki sonlu çoxluğun birləşməsi elementlərin sayı düsturuna istifadə etməliyik. Yəni NA birləşmə B düstur ümumi halda bu şəkildədir. Bərabərdir NA üstəgəl NB çıxılsın kəsişməsi elementlərin sayı NA kəsişmə B. Şərtdə verilən düsturda isə çıxılsın hissəsi yoxdur. NA kəsişmə B hissəsi yoxdur. Yəni, bu hissə o demək ki, 0-a bərabərdir. NA kəsişmə B bərabərdir 0 olduqda şərtdə verən düstur doğru olur. Bu, hansı halda mümkündür? A və B çoxluğların kəsişməsinin elementləri yoxdur. Yəni, A ilə B kəsişmir. Sanki A çoxluğu bu tərəfdədir, B isə sağda və kəsişmir. Bu çoxluqlar kəsişmirsə, bunların kəsişməsi boş çoxluqdur. Bu, ancaq D bəndinə doğrudur. A və B kəsişməsi bərabərdir boş çoxluq. Doğru cavab D bəndi. 34732 ədədində neçə onluq var? Burada bir qədər diqqətli olmaq lazımdır. Neçə onluq var başqa şeydir. Neçə onluqlar mərtəbəsinin vahidi neçədir başqa şeydir. Buradakı 3 onluqlar mərtəbəsinin vahididir. Bizdən bunu soruşmur. Onluqların sayını soruşur. Deməli 34732 ədədində 34732 dənə təklik var. Amma onluqların sayını tapmaq olsa biz bunu bu şəkildə yaza bilərik. 33473 vurulsun 10 üstəgəl 2. Yəni bu onluqların sayıdır. Sanki ona bölürüb qalan tam hissəni götürürük. Natamam qisməti. Yüzlük soruşsaydı biz bunu belə yaza bilərik. 347 vurulsun 100 üstəgəlsin 32. Onluq soruşduğuna görə bu şəkildə yazırıq və onluqların sayı 3473 olur. Doğru cavab E bəndi. Rənglənmiş hissəni tapın. Şəkildə A, B və C çoxluqlarının diaqramı göstərilib. Rənglənmiş hissəni biz çoxluq şəklində yazmalıyıq. Burada ən aydın görünən hissə odur ki, C çoxluğu rənglənmir. Yəni C çoxluğu çıxılmalıdır verilmiş çoxluqdan. Ona görə biz B bəndindəki kəsişmə C-ni və C bəndindəki bu cavaba görə C bəndini silə bilərik. Hətta A bəndində çıxılsın B var, onu da silməliyik. Qalır rənglənmiş hissə. Rənglənmiş hissəndə çox rahatla görə bilərik ki, A və B çoxluqlarının birləşməsidir və C çıxılanda qalır rənglənmiş hissə. Doğru cavab D bəndi. 2A, 3B ədədi 5-ə və 9-a tam bölünərsə, A üstəgəl B cəmi ən az neçə ola bilər? Burada birinci 5-ə bölünmə əlamətini tətbiq edək. 5-ə bölünmə əlaməti sonuncu rəqəmi 0 və ya 5 olan ədədlər bölünür. Belədir. Biz hər iki hala baxaq. 2A, 3, 0. Bu halda biz B-ni 0 götürmüşük. İkinci hal isə B bərabərdir 5 olan haldır. A2, A3, 5 şəklində olur. 9-a bölünmə əlaməti isə rəqəmlərin cəmini 9-a bölünməlidir. Birinci ədədə baxaq. Deməli 2 üstəgəl A, üstəgəl 3, üstəgəl 0. Bu cəm bərabərdir 5 üstəgəl A-ya. A bərabərdir 4 olarsa,
9'a qalıqsız bölünəcək. İkinci halda isə 2 üstəgəl A üstəgəl 3 üstəgəl 5. Buradan alınır A üstəgəlinsin 10. Burada isə A bərabər 8 olarsa 9'a qalıqsız bölünər, yəni tam bölünər. Birinci halda A üstəgəl B cəmi 4 üstəgəl 0 bərabərdir 4'ə. İkinci halda isə 8 üstəgəl 5 bərabərdir 13 olur. Bizdən ən az olan hissəsinin qiymətini soruşur. Doğru cavab 4B bəndi. Verilmiş A və B çoxluqlarının birləşməsini tapmalıyıq. Birləşmədə biz bütün elementləri yazmalıyıq, amma bir element iki dəfə yazıla bilməz. Ortaq elementlər. Deməli, A birləşmə B bərabərdir. Birinci A-nın elementlərini yazaq. A, B, C, D, Y. B çoxluğundan biz B-ni yaza bilmərik, çünki burada B var. C-ni yaza bilmərik, C də var. Bir də E-ni yaza bilmərik, E var. Qalır birdən F elementi. Birləşmə bərabərdir. A, B, C, D, Y, F elementlərinə ibarət çoxluq. Doğru cavab E bəndi. 313 və 225 ədədlərinin hasilinin 5'ə bölünməsinin alınan qalığı tapın. Hər bir ədədin 5'ə bölünməsinin alınan qalığı tapıb, həmin qalıqların hasilindən alınan ədədin 5'ə bölünməsinin alınan qalığı tapmalıyıq. 313'ü 5'ə böləndə alınır qalıq 3. Çünki sonuncu rəqəmə baxırıq. Sonuncu rəqəmi 5 və ya 0 olanda bölünür. Digər halda qalıq tapa bilərik. 225 ədədinin də 5'ə bölünməsindən alınan qalıq isə 0'dır. Çünki sonuncu rəqəmi 5'dən bitir. Onda bu 3 və 0'ın hasilindən alınan 0'ın 5'ə bölünməsindən alınan qalıq 0'dır. Biz bu qalıqları tapmadan da verilmiş ədədlərin sonuncu rəqəminin birinin 5 olmaqdan istifadə edərək qalığın 0 olduğunu deyə bilərdik. Doğru cavab 0. NA çıxılsın B bərabərdir 7 və NA birləşmə B bərabərdir 23 olarsa NB-ni tapın. NB-nin diaqramını çəkək. A çoxluğu və B çoxluğu. A çıxılsın B hissəsində 7 element var. Bütöv birləşmədə 23 element var. Bunu aşağıda yazaq. Diaqrama baxanda biz görə bilirik ki, NA birləşmə B bərabərdir NA çıx B, yəni soldakı hissə üstə gəlsin NB. Verilənlər yerinə yazsaq 23 bərabərdir 7 üstə gəlsin NB-ni soruşur, buna x yazaq. Tənlikdən alınır ki, x bərabərdir 23 çıxılsın 7 16. Doğru cavab 16. 125 ədədinə hansı ən kiçik ədəd əlavə olunmalıdır ki, alınan ədəd 11 və 13'ə qalıqsız bölünsün? 125'in üzərinə hər hansı bir ədəd gəlinməlidir. Buna x işarə edək və bu cəm 11'ə və 13'ə qalıqsız bölünməlidir. Deməli, bu ədəd, bu cəm 11 və 13'ün əkobuna da bölünməlidir deməkdir. Biz tapmalıyıq əkob 11 və 13. Bunlar da iki ardıcıl tək ədəd olduqlarına görə qarşılığı sadədir. Qarşılığı sadə ədədlərin əkobu isə bu ədədlərin hasilinə bərabərdir. Bərabərdir 143. Deməli, 125 üstə gəlsin x bərabərdir 143 olmalıdır. Bu tənli həll etsək x bərabərdir 143 çıxılsın 125. X bərabərdir 18 alınır. Doğru cavab 18. A çoxluğu bərabərdir A, B, C, D, Y, F, K elementləri verilmişdir. Bu çoxluq üçün NA-nı tapın. NA A çoxluğundakı elementlərin sayı deməkdir. Burada elementləri saymalıyıq. Deməli, A birinci elementdir, B 2, 3, 4, 5, 6, 7 element var. Deməli, NA bərabərdir 7. Misalın cavabı 7. 1500 ilə 1800 arasında olub 108 və 180 ədədlərinə tam bölünən ədəd tapın. 108 və 180 ədədlərinə tam bölünən ədəd bu ədədlərin əkobu və ya onun misilləridir. Bizim axtardığımız ədəd. Əkobu tapmaq üçün 108-i qruqlara ayırırıq. 2'yə bölünür 54. Yine 2'yə bölünür 27. 3'ə bölünür 9. 2 dənə 3 yazsaq 9 3'ün kvadratıdır. 180'də isə bunu birbaşa 2'yə və 5'ə bölə bilərik. 2'yə və 5'ə alınır 18. Çünki sonra 0'da bitir. 18, 2'yə 9, 3, 3 və 1. Deməli, əkob tapdıqda biz bütün vuruqlardan ən çox sayda olanı seçməliyik. 2'dən kvadrat olmalı, çünki 2'lər hər ikisində 2 dənədir. 3'dən isə kub olmalı, çünki 27'də 3 dənə 3 var. Və vurulsun 1 dənə də 5 qalır. Bərabərdir 4 vurulsun 27 vurulsun 5. Bərabərdir 4 vur 5 20 vur 27 540 alınır. Axtardığımız ədəd 540'a bölünməlidir və onu x ilə işarə edək. X bərabərdir 540k.
Çünki 540 1500 ilə 1800 arasında deyildir. Buradan biz yaza bilərik 1500 kiçikdir 540k, yəni x, o da kiçikdir 1800. Bərabərlikdə hər tərəfi 540-a bölsək, sol tərəfdə alınır 2 tam ondan neçəsə, bu isə bizə lazım deyil. Kiçikdir k, o da kiçikdir 3 tam, yenə ondan neçəsə var, kəsr hissəsi lazım deyil. Buradan görürük ki, k bərabərdir 3 olmalıdır. Bunu başlanca 540k tapdıqdan sonra k-ya qiymətlər verməklə 1, 2, 3, 4, 5 tapmaq olardı. Amma biz daha ümumi halda tapdıq. K bərabərdir 3'tür, onda x bərabərdir 540 vurulsun 3 alınır. 3 vur 0, 0, 3 vur 4, 12, 1 yadda və 160. 1620. 1620 ədədi 1500 ilə 1800 arasında yerləşir və 540-ın 3 mislinə bərabərdir. Bu deməkdir ki, 108-ə və 180 ədədlərinə tam bölünür. Cavab 1620. ABC bərabərdir 97A üstəgəl 8B üstəgəl 6 olarsa, burada ABC 3 rəqəmli ədəddir. 3A üstəgəl 2B üstəgəl C cəmini tapın. Birinci ABC-ni yazaq açıq şəkildə 100A üstəgəl 10B üstəgəl C bərabərdir 97A üstəgəlinsin 8B üstəgəlinsin 6. 97A və 8B'ni sol tərəfə keçirsək, 100A çıxılsın 97A üstəgəl 10B çıxılsın 8B üstəgəl C bərabərdir 6 alınır. Buradan 100A çıxılsın 97A 3A'dır. Üstəgəl ikinci hissədən alınır 10B çıx 8B 2B üstəgəl C bərabərdir 6 tapırıq. Bizdən də 3A üstəgəl 2B üstəgəl C cəmini soruşur. Düzgün cavab 6. 3 ardıcıl cüt natural ədədin cəmi 234 olarsa, bu ədədlərdən ən böyüyü ilə ən kiçiyinin əkobunu tapın. Bu ardıcıl cüt olduğuna göre 2 artırlar. Deməli, biri x'dir, sonra x üstəgəl 2 və x plus 4. Ədədlər cüt olduğuna göre bunları 2k plus 2, 2k plus 4 şəklində yazmaq olar. Amma hər iki halda biz axırda eyni ədədlər tapırıq. Ona görə birinci ilə yazaq. Bunların cəmi bərabər 234. Deməli, x üstəgəl 2 üstəgəl x üstəgəl 4 bərabərdir 234. Alınır 3x üstəgəlsin 6 bərabərdir 234. 3x bərabərdir 228. 3'ə bölünür. X bərabərdir 22'ni 3'ə böləndə 7. 18 qalır. Oradan alınır 66. Ədədlərin birincisi 76'dır. Sonra 78 və 80 ədədlərdir. Biz tapmalıyıq ən kiçik ilə ən böyüğünün əkobunu 76 və 80. Bunlara vuruqları ayırsaq 76 2'yə bölünür. Alınır 38, o da 2'yə bölünür. Alınır 19, 19'a 1. 80'ə vuruqları ayırsaq 2'yə bölünür. 40, o da 2'yə. 20, bir də 2'yə bölsək 10 və daha 2, 5, 5'ə 1. Deməli, aşağıdan yazacaq. Əkob 76 və 80 bərabərdir 2 üstü 4 olmalıdır. Çünki burada 4'dən 2 var sağdakında. Vurulsun 1 dənə 5 və 19 bərabərdir 16 vur 5 80 vurulsun 19. O da bərabərdir. Sonuncu rəqəmi 0 yazaq. 8 vur 9 72. 2 yazırıq. 7 yadda 8 vur 1 8 7 toplayacaq. Alınır 15. Cavab 1520. Çoxluqlar elementlərin sayıları ifadələr şəklində verilir. Burada NA və NB kəsişməsi də x-dir. Və NA bərabərdir NB olarsa, A birləşmə B çoxluğun elementlərin sayını tapın. NA bərabərdir NB-ni istifadə edəcək. Yaza bilərik 4x çıxılsın 10 bərabərdir 2x üstəgəl 4. Tənliyi həll eləyək. 4x çıxılsın 2x bərabərdir 4 üstəgəl 10. 2x bərabərdir 14 və x bərabərdir 7. Bundan sonra biz NA-nı tapa bilərik. NA bərabərdir 4 vur 7 çıxılsın 10 bərabərdir 18 alınır. NB də NA-ya bərabərdir. X-i yenə yaza bilərik və ya birbaşa 18 yazmaq olar. Və bu çoxluların kəsişməsi isə bərabərdir X-ə, yəni 7-yə. Ondan sonra bunu EDV-in diaqramı çəkməkdə və ya düsturla birbaşa tapa bilərik. NA birləşmə B bərabərdir NA üstəgəl NB çıxılsın NA kəsişmə B. İki somlu çoxluğun birləşməsinin elementləri sayı düsturudur. Soldakını tapmalıyıq. NA birləşmə B
bərabərdir NA 18 üstə gəl 18 çıxılsın 7 bərabərdir 36 çıxılsın 7 29. Cavab 29. 72 və 84 ədədlərinin ortaq olmayan sadə vurğuların hasını tapın. Birinci bunları vuruqlara ayırmalıyıq. 72 cütdür 2-yə bölünür. Alınır 36 o da 2-yə bölünür. 18 2-yə bölünür. 9 3-ə bölünür. 3 3-ə 1. Bunu birbaşa 72-ni 8 və 9 kimi yazıb da vuruqlara ayırmaq olar. 84 ədədini ayıraq. Burada deməli 2-yə bölünür cütdür. Alınır 42. 2-yə bölsək 21. 3-ə bölünür 7. 7 7-yə 1. Ortaq vuruqları işarələyək. Biz ortaq olmayanların hasını taparıq. Deməli hər ikisində 2 var. Yenə 2 var və 3 var. Digəri qalan 2, 3 və 7 isə ortaq olmayanlar bizdən bunu soruşur. Adətən balaca S hərfi ilə işarə olunur, amma vacib deyil. Burada alınır bərabərdir 2 vurulsun 3 vurulsun 7 bərabərdir 42. Cavab 42. NA bərabərdir 17, NB bərabərdir 15 və NA birləşmə B bərabərdir 3 N vurulsun A kəsmə. N A kəsmə B olarsa A çıx B və B çıx element çoxluqlarının elementləri cəmini soruşur. Burada birinci biz yazmalıyıq. 2 sonu çoxluğun birləşməsinin elementləri sayı düsturu. Üstə gəl NB çıxılsın N A kəsmə B. Sadə olsun deyə biz kəsmə B-yə, N A kəsmə B-yə bir K yazaq. Onda birləşmə olacaq 3K. Yerinə yazsaq 3K bərabərdir NA 17 üstə gəl 15 çıxılsın K. Deməli, sol tərəfə keçirsək 3K üstə gəl K bərabərdir 32, 4K bərabərdir 32 və K bərabərdir 8 tapırıq. Deməli, NA kəsişmə B bərabərdir 8-dir. Birləşməsi isə 3 vur 8, 24 olur. NA birləşmə B bərabərdir 24. Bu fərqləri tapmaq üçünsə biz daha rahat olar ki, L-Venn diaqramını çəkək. Deməli, A çoxluğunun 17 elementi olmalıdır. A, burada yazan mötərizdə 17. B-nin isə 15 elementi olmalıdır. Mötərizdə yazım 15. Kəsişmələr elementləri 8-i ortaya yazırıq. Altdan xətt çəkdim ki, bu element deyil. Elementlərin sayıdır. Onda sol tərəfdəki hissəyə olmalıdır 17 çıxılsın 8 bərabərdir 9 element. Burada altdan xətt çəkdik. Sağ tərəfdəki hissə isə olmalıdır 15 çıxılsın 8, yəni 7 element. Bunu altdan xətt çəkdik ki, bu elementlərin sayıdır. Elementin özü deyil. NA çıxılsın B, yəni sol tərəf 9, üstə gəlsin B çıxılsın A, yəni sağ tərəf 7 bərabərdir 16 alınır. Bu cəm digər bir düstura görə 24 çıxılsın 8 ilə birbaşa tapmaq olardı. Biz daha aydın şəkildə L-Venn diaqramını yazdıq və tapdıq. Doğru cavab 16.